Bu sümüklü yerine elə bu yerdən. Bunu baltanın ucuyla kesirsən, özünüz yerliysən, metkəliysən. Gördünüz? Sümük hissəsi bu belə qollar. İndi bir dənə sümüksüz göstərəcəm bunu necə təmizləyirik. Onu görərsiniz. Yəni bu özünüz belə vəzini üstündədir. Bax aşağı tərəfdə olur vəzi. Bunu kesirsiniz. Ağ və piyin içində olur. Kesin baxın. Ətin avrobotkasında çox vacibdir. Salanan yerlərini götürürük. Ətin üstünü götürmüş, təmizləmişik. Yenə burada xırtdəni tərəfdən burada kesdik. Bunun üstünü iki tərəfdən götürdük. İndi göstərəcəm sizə, bunu təmizləyəcəyik biz şeydən, lapatkadan. Bu ayrı növdür, yəni ki, bu sümüksüz məsələn. Var da, kimsə deyir ki, sümüksüz. Bax, burada bir oynaq var ya, bunu kesilir burada oynaqdan. Və bunda lapatkanı. Hətta, baxın, burada elə yer, bunu kağıtçılar bilir, qəssablar bilir. Burada elə bir yeri var ki, lapatka. O lapatka özü də haramlıqdır. O lapatkanı biz hökmən deşməliyik. Niyə görə? Allah lənət etsin, cadukarlar o lapatkadan nəsə əməl edirlər. Ona görə yəni qəssabın, çünki qəssablar, kağıtçılar həmişə onu deşirlər ki, o adamla bir-birinə şərik düşməsinlər. Yəni bu olan şeydir. Bunu biz buradan belə ayıracağıq, göstərəcəyik. Hətta o lapatkanın çıxarılmasını da sizdən deyil, mən göstərəcəm. Bilirdin bunu eləyi? Bilirdin? Hı? Hı? Hayır. Buradan da bu lapatkanın bu yerini böyle keselim. Lapatkanı çıxaracaqsınız, görürsünüz. Hemen dediğim lapatkanı. Və ətə çox bacarıq girmirsiniz. Nə qədər sümü ilə ətə arası olur, o qədər yaxşıdır. O qədər sümü peşəkarlığınız göstərir. Yuxarı tutursan bunu, parsiyonaya bir şeylə gəlir. Bax, gördünüz, əl sürüşməsin, bu sabit qənə və şiddətdir. Bax, bunu iki barmağın asla salsan bunu belə, buradan tutursan və qalırsan. Həmənki o lapatka budur. Gördünüz, buna kimi deşirsən ki, sinəmək olmasın.